İzləyicimizdən belə bir sual var. Xəstənin 30 yaşı var, uşaqlı boyun biopsiyasında siniki aşkarlanıb, HPV 16-cı tip pozitivdir və xəstə uşaqlığını götürdürmək istəyir. Belədir vəziyyət bu durumda. Uşaqlıq boynunun displaziyası 2-ci dərəcə, bu orta dərəcəli displaziya sayılır və papilloma virusunun 16-cı tipi də bilirik ki, yüksək onkogen tiplərə aiddir. Amma burada radikal əməliyyat, uşaqlığın tamam götürülməsi 30 yaşında xəstə üçün göstəriş deyil. Belə olan halda mütləq konizasiya olunmalıdır. Pasientlərin başa düşdüyü dildə desək, uşaqlıq boynunun ağız hissəsi konus şəklində kəsilir, götürülür və həmin o patoloji hissə histoloji müayinəyə göndərilir və dəyərləndirilir. Kəsik kənarlarında heç bir patologiya aşkarlanmırsa ki, sinikidə də bu aşkarlanmamalıdır. Bundan da məsələ bitmiş hesab olunur. Bundan sonra xəstədə papilloma virusunun 16-cı tipi bilirik ki, pozitivdir. Bununla mübarizə aparmağa başlayırıq. Peyvənd vurulmalıdır xəstəyə, xəstənin immun sistemi düzəlməlidir. Əgər yanaşı digər cinsi infeksiyalar pozitivdirsə, ona qarşı müalicə almalıdır və papilloma virusunun neytrallaşdırılması əldə olunmalıdır. Yəni 30 yaşında xəstə üçün siniki diaqnozu uşaqlığı götürməyə göstəriş deyil və bu gələcəkdə papilloma virusu ilə mütləq xərçəng olmaq demək də deyil. Yəni xəstə dinamik nəzarətdə qalsa və düzgün müalicələrini alsa, müayinələrini elətdirsə, bu bəladan qurtarmış olacaq.